Günel, məncə nəinki səhnənin, hətta bütün məkanların hələlik əsas sahibi insan olaraq qalır. Çünki mənim yəni süni intellektin yaradıcılardan biri olan şəxslə, yəni Steve Wozniak'la həmsöhbət olmaq imkanım olmuşdu təxminən 2 il bundan qabaq. O qeyd etmişdi ki, hələ bir əsəri də nümunə gətirərək ki, süni intellektin canlılığı yoxdur. Yəni əsərdə insan hər hansı bir itini itirir, heyvanını itirir, ağlayır. Süni intellektin bu imkanları yoxdur, canlılığı yoxdur və insana emosiya ötürmək funksiyası yoxdur. Bəli, biz ondan faydalanmalıyıq. Lakin faydalanma da müəyyən qədər olmalıdır deyə düşünürəm. Bəli, məsələ müsahiblərimiz də bu məqama toxunublar ki, anar nə qədər də yaxşı olsa, qulağa deyək ki, bir an üçün xoş səslənsə, düşünəndə görürsən ki, orada heç bir hiss yoxdur, enerji yoxdur, emosiya yoxdur. Yəni, bu kimi məqamlar da təbii ki, diqqət çəkir. Amma yardımcı da olur. Bütün hallarda, bəli, xalq artistimizin o fikri ilə razıyam ki, canlı ifalara daha çox üstünlük verilsə, düşünürəm ki, bu kimi halların qarşısını almaq olar. Təbii ki, qeyd etdiyimiz kimi mövzu aktualdır, sujeti izlədik, elə orada yer alan məqamların bir çoxu yeni əlavə suallar yaradır özlüyündə, hörmətli tamaşaçılar. Onları studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyevlə müzakirə edəcəyik. Rasim müəllim, xoş gəldiniz. Təşəkkür edirəm dəvətinizə görə. Rasim müəllim, sujeti izlədik. İlkin olaraq bu mövzu ilə bağlı, sujetdə səslənən fikirlərlə bağlı sizin fikirləriniz bizim üçün maraqlıdır. Əlbəttə ki, süni intellekt belə deyək ki, təzə başlayıbdır. Bu qədər inqilab yaradıbdır, bu qədər yenilik yaradıbdır, bu qədər yeniliklər yaradıbdır. Yaxşı var, pisi var, narahatçılıqlar var. Ona görə də mən belə düşünürəm ki, zaman keçdikcə o bəzi, belə deyək ki, bugün süni intellektə qarşı istifadə olunan demək, aponet fikirlər ondan ibarətdir ki, süni intellektin hissi yoxdur, süni intellekti ağlamır, gülmür, sevmir və s. və ilə axıra. Bütün bunlar hamısı zaman məsələsidir, hələlik zaman məsələsidir. Çünki get-gedə süni intellektin özü inkişaf eləyir. Həmin o, demək, cəmiyyətdə müxtəlif xarakterli datalar var, verilənlər var, məlumatlar var. Onun kağız üzərində olanlar da var, onun səslə bağlı olsun musiqi, olsun nitq, olsun hansısa müəyyən mühazirələr. Eyni zamanda onun videoları var, misal üçün o qədər videolar çəkilir, məsəl üçün formal, qeyri-formal şəraitdə, fotolar var və s. Bütün bu yer kürəsi üzrə həm keçmişdə olan məlumatlar indi hansı daşıyıcılar üzərindədirsə, onların rəqəmsallaşması, yəni başa çatdıqdan sonra, yəni daha yüksək çatdıqdan sonra, keçmişdə məsəl üçün musiqi ilə bağlı, bu Xanşinski olsun, bu Cabbar Qaryağdı olsun, bu nə bilim başqa musiqisi olsun və s. onları əldə edəndən sonra süni intellekt üçün bir qida, bir yanacaq ortaya çıxır. Onun da əsasında, bax bu dediyimiz süni intellekt məhsulları onların əsasında daha yaxşı musiqiləri sintez edəcəkdir. Fikrim çatırdım. Ona görə də bu günləri süni intellekt meydana çıxıbdır və dünyada bilirsiniz ki, informasiyalaşma səviyyəsi də müxtəlifdir. O ölkələrin inkişafından asılıdır. Hansı ölkə inkişaf eləyibsə, orada rəqəmsal aləm də daha güclüdür. Orada çoxlu datalar, çoxlu məlumatlar var. Ona görə də süni intellekt orada daha yaxşı məhsullar, daha belə təkmil məhsullar istehsal edə bilir. O yerdəki hələlik o məlumatlar rəqəmsallaşmayıbdır və yaxud da ki, onlayn mühitdə deyil, hansısa fləşdə və yaxud da ki, diskdə olsa da hələ köhnə üsulla yaddaşda varsa, onlar hamısı onlayn mühitə gələndən sonra o chat GPT-lər, o başqa süni intellekt məhsulları üçün əlçatan olacaqsa onlayn mühitdə, əlbəttə ki, onun da əsasında demək, yeni məhsullar, yeni biliklər, yeni mətnlər, yeni elmi məqalələr, yeni dissertasiyalar, yeni musiqi, yeni şəkil və s. bunlar ortaya çıxacaqdır. Ona görə də süni intellekt məsələsi bugün bundan məhdudlaşmıraq, onu özü də inkişaf eləyir, onun özünün elmi nəzərə əsasları inkişaf eləyir, yeni alqoritmlər ortaya
çıxır. Onun arxasında duran superkompüterlər ki, o bütün informasiya aləmində o məlumatları emal edən superkompüter özü get-gedə kvant kompüterlərinə çevrilir. Kvant kompüterin gücü ilə də müasir kompüterin gücü arasında 10.000 dəfələrlə, 100.000 dəfələrlə bunların imkanları fərqlidir. Ona görə də yol istiqaməti aydındır. Bütün bu skeptik suallara, məsəl üçün, beləlik demək olar ki, hələ süni intellekt hələlik o suallara cavab vermir, amma gedən proses, inkişaf onu göstərir ki, onlara doğru demək addımlar atılır və insanın özünün təbii intellekti hansı imkanlara maliksə, təbii intellekt onları insandan qaynaqlanır. O gedib kənardan qaynaqlanmır, kənar planetdən gələnlərdən qaynaqlanmır. İnsan özü, alim özü, insanların özünün yaratdığı nə varsa, süni intellekt üçün necə deyirlər, yanacığa çevrilir, onun da əsasında yaxşı məhsullar istehsal eləyir. Son cümlələr xüsusilə ümidverici oldu Rasim müəllim. Bəs burada başqa məsələlər ortalığa çıxır ki, yaxşı, süni intellekt inkişaf edəcək. Onunla bərabər təbii ki, onun negativ yan təsirləri də inkişaf edə bilər. Misal üçün, saxta xəbərlərin təqdim olunması, bəlkə də bir gün elə saxta xəbər təqdim oluna bilər ki, o bütün ölkə gündəmini silkələyə bilər. Bəs bunları necə ayırt etmək olar? Bunlar, belə deyək də, elmi cəhətdən anlaşılan problemlərdir, amma kütləvi olaraq internet mühitində bütün informasiyanın özünün dəqiq və qeyri-dəqiq, yalan və yaxud da həqiqi olmasını yoxlamaq üçün bütün internet üçün belə bir mexanizmi yoxdur. Ona görə də ayrı-ayrı ölkələrin özlərinin kiber təhlükəsizlik siyasətləri var, özlərinin milli informasiya məkanı var, özlərinin qayda qanunları var, onu həyata keçirən hüquq sistemi var, qanunvericilik sistemi var, üstədə ilgili texnoloji sistemlər var ki, bilir ki, xüsusi süzgəçlər var, hansı məlumatları ölkəyə buraxmaq olar, hansını buraxmaq olmaz. Yəni, müxtəlif səviyyələrdə bu dezinformasiyalarla, yalan məlumatlarla mübarizə aparırlar. Hətta biraz da mən onunla belə inkişaf etdirmək istəyirəm ki, bunun biraz da daha yüksək səviyyədə informasiya müharibələri deyirlər ki, bu və ya digər ölkələrə qarşı, şirkətlərə qarşı, şəxslərə qarşı, milli dəyərlərə qarşı və s. bütün bunlara qarşı demək mübarizə aparırlar. Ona görə də bunun özü də demək süni intellektlə belə bağlıdır. Çünki Azərbaycanda da, məsəl üçün bizim institutda da dezinformasiyalara qarşı mübarizə aparmaq üçün süni intellekt metodları işlənilir. O mətnlərin özlərinin sadəcə olaraq sözlərə görə yox, onun alt mətnindəki olan məzmun var, o məzmunu çıxartmaq, o məzmunun əsasında necə deyərlər, o ümumi, o belə deyək ki, şirin məlumatın içərisində bir-iki bir zəhər qatmaq kimi də, yəni təxminən, yəni birbaşa ağ yalan kimi verəndə görürsən ki, bu ağ yalandır. Bir də var ki, həqiqi məlumatların içərisində çaşdırıcı, dozalaşdırılmış məlumatı verməyi, aşkarlamaq, onun kontekstdən çıxış etmək və s. və s. Əlbəttə, bu ciddi süni intellekt problemləridir. Bununla bağlı da ayrıca istiqamət var və bu kiber təhlükəsizliyin bir istiqaməti kimidir. Şükürlər olsun ki, ölkəmizdə də Cənab Prezidentin bizim qarşımıza qoyduğu vəzifə rəhbər tutaraq bu istiqamətdə də ölkəmizin özünün bax bu kiber təhlükəsizlik immunitetinin artırılması, həm ölkəyə demək bu dediyimiz istiqamətdə məsələn qara yaxmalardır, böhtanlardır, filanlərdir və s. onlara qarşı mübarizə aparılması üçün müvafiq dövlət qurumları ilə yanaşı mən onu məsuliyyətlə deyirəm ki, müvafiq dövlət qurumları bu istiqamət öz işlərini yaxşı qururlar, amma bunun elmi tərəfi də var ki, bunu elmi tədqiqat məşğul olan alimlər də, doktorantlar da bunu nəzarətdə saxlayırlar. Yəni o asan məsələ deyil. Onu yəni demək istəyirəm ki, 100% deyək ki, dezinformasiya mübarizə mümkündür. Alınmır. Çünki burada bir tərəfi də var ki, bu demokratiyadır, informasiya azadlığıdır. Nəyəsə süzəndə bütün dünyada başlayırlar ki, sən demokratiyanı məhdudlaşdırırsan, insan hüquqlarına toxunursan. Çünki burada biraz subyektivlik var. Çünki bu ölkənin özünün siyasi diyaloq sistemi ilə bağlıdır. Biri yaxşı deyir, biri pis deyir, biri nə bilim, yanaşmalar fərqlidir, milli dəyərlər başqa şeydir, bizim yaxşı dediyimizə başqaları pis deyir, başqası pis deyir, biz yaxşı deyir və s. və s. Ona görə də bu kontentə olan o milli münasibət, hüquqi münasibət, konstitusiyon münasibət, dövlətlərin münasibət fərqli olduğu üçün dünyada bir ortaq məxrəc yoxdur. Yəni internetin özünün idarə olunmasında da böyük problem var ki, ona görə sanki internet bir cəngəllik qayda qanunlarına oxşuyur. Ona görə də hər kəs özü məhz buna görə də elə bir məsələ aktuallaşır ki, məhz buna görə də hər bir ölkə internet platformasında, o virtual aləmdə özünün kiber suverenliyinin təmin olunması üçün, yəni özünün maraqlarını, özünün konstitusiyon vəzifələrini, elə yeri gəlmişkən o da aktualdır ki, bu illəri Cənab Prezident ölkəmizdə bax 2025-ci il konstitusiya və suverenlik kimi
rejim qəbul edibdir və bunun üçün haqqımız da var, çünki torpaqlarımız azad olunubdur, dövlətimiz müstəqil və bütün qanunlar Azərbaycan ərazisində demək tətbiq olunur və üstəgəl də virtual məkanda Azərbaycan dövlətinin maraqlarını təmin edib, vətəndaşların hüquqlarını, şəxsi həyatını və s. qorumaq üçün bütün bu sistem olaraq artıq alimlərin qarşısında cənab prezident ölkəmizin kiber suverenliyinin qorunması üçün müəyyən vəzifələr qoyubdur. Dediyim kimi ayrı-ayrı qurumlar bu istiqamətdə çalışırlar. O kiber suverenliyin ayrı-ayrı aspektləri var ki, ölkədə generasiya yoluna yaradılan bu datalara sahib çıxmaq, onları yığmaq, onları sistemləşdirmək, superkompüter kimi bilik fabriklərində onları emal etmək, ifadə biliklər əldə etmək, ölkənin özünün inkişafına xidmət etmək, hardasa təhlükələr olsa onları aşkarlamaq, bütün bunlar hamısı kiber suverenliyinin qarşısına qoyulan vəzifələrdir. Və bunun da içərisində dilimizlə bağlı cənab prezidentin qoyduğu vəzifə dilimizin qorunmasıdır. Dilimizin qorunması adi həyatda istifadə edirik, rəsmi şəkildə istifadə edirik, amma kiber məkanın özü dilimizə böyük problemlər yaradır. Oradan da kiber suverenliyinin bir istiqaməti də dilimizin qorunmasıdır, dilimizin lingvistik suverenliyinin təmin olunmasıdır. Rasim müəllim, bu axırıncı qeyd etdiyiniz məsələ ilə bağlı çox istərdik ki, daha ətraflı məlumat verəsiniz. Məhz bu dilimizin qorunması ilə bağlı olan məsələ ki, orada məsəl üçün hansı yanaşmalar ola bilər, necə ola bilər? Bilirsiniz necədir, vaxtilə internet olmayanda, bilirsiniz ki, qapalı bir cəmiyyət idik. Azərbaycan dilinə yeni terimlərin ortaya çıxması da, gəlməsi də bunu alimlər tərəfindən, mütəxəssislər tərəfindən müzakirə olunurdu. Bütün o nəşriyyatda və yaxud da ki, başqa qurumlarda hamısı nəzarətdə olurdu ki, gəlmə terimlərə ehtiyatla yanaşmaq lazımdır. Əgər özümüzdə varsa, onu tap yerinə qoymaq lazımdır və s. İndi bu dəqiqə internetdir. Bütün hər kəsin əlində mobil telefon, hər kəs internetə qoşulubdur. Sonu görsənməyən informasiya okeanıdır. O qədər məlumatlar gəlir, hərə bir cür onu istifadə edir, hərə bir cür onu başa düşür, hərə bir cür o şəkildə ictimailəşdirir. Yəni artıq bilirsiniz ki, sosial şəbəkələrdə, müxtəlif yerlərdə hər bir kəsin özü Azərbaycan dilinə demək, həm töhfə verə bilir, həm də ki, ziyan verə bilir. Ona görə də belə bir şəraitdə Azərbaycan dilinin qorunması üçün cənab prezidentin narahatlığı tam anlaşılandır və konkret olaraq da vəzifə qoyub ki, məsəl üçün onu mən xüsusilə qeyd etmək istəyirəm ki, cənab prezidentin çıxışında demək dil məsələsinə mədəniyyət, ünsiyyət, ana dili, nə bilim mən beşiyimizin başında anamızın layla dili kimi yox, dedim milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizliyin digər komponentləri ilə bərabər Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi nəzərdə tutulur ki, internet aləmindəki bu qədər öz 50 milyon Azərbaycanını xatırlatdı, Azərbaycan dövlətinin Azərbaycan dilinin qarantı olmasını xatırlatdı və bu istiqamətdə tək dilçi problemi deyil. Burada kompüter elmlərdəki bir təhlükəsizlik məsələləridir, onların anlaşılmasıdır. Azərbaycan dilinin artıq riyazi kompüter əsaslarına inişas olunmasıdır. Tək o dil filoloji problem deyil. Ona görə də bax, o Azərbaycan dilinin ümumiyyətlə bu virtual məkanda özünün ekosistemini yaratmaq lazımdır. Özünün transliterasiyasıyla, özünün lüğətləri ilə, orfoqrafiyik, o birisi, bu birisi ambiyyən. Bu dilin özü bir sosial bir institut kimi o daima inkişaf etməlidir, özünü qorumalıdır və necə deyirlər, inkişaf etdirməlidir. Rasim, çox üzr istəyirəm bu yerdə. Başqa bir önəmli məqam ağlıma gəldi. Əgər biz dilin inkişafından danışırıqsa və dünyada artıq siz də qeyd edədiniz ki, cənab prezident bunu xüsusi vurğuladı ki, 50 milyon Azərbaycanlı. İndi Azərbaycanlıların böyük hissəsi hal-hazırda İran dövlətinin tərkibində yaşayır və biz əgər dilimizi müəyyən bir istiqamətdə inkişaf etdiririksə, sabah İranda yaşayan Azərbaycanlılarla arada fərq yaranmayacaq ki, lingvistik baxımından, misal üçün. Birincisi, qloballaşma özü elədir ki, hamı üçün əl çatandır, gedən proseslər orada, burada, başqa ölkələrə də demək aydındır. Ona görə də güman edirəm ki, cənab prezidentin Azərbaycan dili ilə bağlı həm narahatçılığı, həm də ki, onun inkişafı ilə bağlı müəyyən tapşırıqların verməsi, mən sizə tam belə ciddi deyirəm ki, ayrı-ayrı qurumlar, müxtəlif dövlət qurumları, nazirliklər, Elmlər Akademiyasının institutları, kompüterlə bağlı olan müəyyən mütəxəssislər bu istiqamətdə sistemli şəkildə fikirləşirlər ki, Azərbaycan dilinin bax bunun milli korpusun yaradılması, milli korpusun bazasında bunun Azərbaycan tərcüməsinin keyfiyyətinin yüksəldilməsi, ondan sonra burada bayaqlara söhbət elədik ki, bunun hissiyyatı var, yoxdur. O Azərbaycan dilində olan sözlərə can verilməsi, hiss verilməsi, yaxşıdır, pisdir, söyüşdür, nə bilim təhqirdir filan.
güvəndir, nə bilim mən sevgidir, məhəbbətdir, o dataların özündədir də o şeylər, sirlər də. Onların özlərinin bazılarının yaradılması Azərbaycan dilinin bax virtual məkanda başqa dillərə harmonik olaraq, məsələn İngilis dilində bunlar hamısı var. Onun Azərbaycan dilində bunu yaratmaq müstəqil Azərbaycan dövlətinin suverenliyini həm real məkanda, həm də virtual məkanda təmin olunması üçün işlər görmək lazımdır, ciddi işlər görmək lazımdır. Rasim müəllim, ölkəmizdə rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistemin yaradılması İdeya nədən ibarətdir? Başa düşdüm mən. Bu barədə istərdik danışıq. İdeya nədən ibarətdir? Bilirsiniz ki, ölkəmizdə cəmiyyət müxtəlifdir. Amma cəmiyyətin özündə bütün infrastrukturlar özləri hamısı kritik deyil. Bank, maliyyədir, nəqliyyatdır, metrodur, nə bilim mən, aviasiyadır, müxtəlif, məsələn, neft qaz sənayesidir və s. Bunlar kritik infrastrukturlar sayılır. Enerji təhlükəsizlik sistemləridir. Ona görə də ölkədə dövlətimizin özünün strateji maraqlarını daşıyan, əks etdirən xüsusi rəqəmsal platformalarda olan kritik infrastrukturlar var. Cənab Prezident bütün bu rəqəmsallaşma kontekstində o istiqamətə xüsusi diqqət ayırır. Çünki bu rəqəmsallaşma, əşyaların interneti, 4-cü sənaye inqilabı, kiberfiziki sistemlər, bütün bu texnoloji proseslərdə onların tətbiq olunması sanki onları real belə yerdən götürür, elə virtual məkana inteqrasiya eləyir. Ona görə təhlükələr xaricdən gəlir, oradan gəlir, buradan gəlir, kənardan vurub su sistemini dağıdır, kənardan vurub nəqliyyat sistemini dağıdır, kənardan. Ona görə də belə bir reallıq qarşısında Cənab Prezidentin qəbul etdiyi kritik infrastrukturla bağlı xüsusi yanaşmalar, onların layihələrinin ekspertiz olunması, orada işləyən kadrlar, orada proqram sistemlərinin audit olunması və s. kimi bütün bunların kontekstində o kritik infrastrukturlar demək özlərinin, necə deyərlər, fəaliyyətini yeni tərəflərə uyğunlaşdırmalıdır. O, indi son zamanlar bilirsiniz ki, bu bank kartları ilə bağlı, bank əməliyyatları ilə bağlı həm ölkə daxildən, həm xaricdən insanlara çox böyük ziyan vururlar. Ona görə də ideya ondan ibarətdir ki, bu bəla ilə belə tək başına, pərakəndə şəkildə, hansısa bir bank özlüyündə yox, çünki onlar hamısı bir-birinin qarşılıqlı əlaqədədir. Necə deyərlər, bu pul köçürür buradan ora, oradan ora, daxilə, xaricə və s. Ona görə də həmin bəlalarla mübarizə aparmaq üçün necə deyərlər, səfərbər olmaq lazımdır, bir yerdə olmaq lazımdır. Orada o mərkəzi, o fırıldaqçılıq, dələduzluq sistemi yaradırlar ki, həmin o bütün banklarda olan proseslər müəyyən bir mərkəzdə, süni intellektin əsasında qurulan mərkəzdə gedən proseslər nəzarətdə olsun. Hətta qabaqlayıcı o fırıldaq əməllərinin özləri müəyyən davranış qaydaları var ki, o davranışı əvvəldən proqnoz etmək, insanları məlumatlandırmaq, nədənsə çəkindirmək, müvafiq dövlət orqanları, xüsusən bankları məlumatlandırmaq ki, bu proses təhlükəyə aparır. Bu birinci addımdır. İkincisi, baş verirsə, onun istintaqını aparmaq, araşdırmasını aparmaq üçün gərək banklar informasiya bazasını aparsınlar biri-biri ilə. Oradakı bütün o transaksiyalar deyirlər, o məlumatlar hamısı gərək bölünsün, ümumi bir qazana gəlsin ki, orada emal olunsun. O data science deyirlər, data analitika deyirlər, analiz olunsun. O həmin o banklara qarşı aparılan o fırıldaqçılar, cinayətkərlər, daxildir, xaricdir və s. onların aşkarlanması, cinayət məhkəməsinə cəlb olunması bu bir tərəfdən. İkinci tərəfdən də sistemin özündə zəifliklər aşkarlanması, sistem harda boşdur, klientlər harda məsəl üçün nəyi misal üçün etmirlər, onların maarifləndirilməsi və həmin o sistemin özünün kiber immunitetinin artırılması üçün yaxşı imkanlar verəcəkdir həmin sistem. Təşəkkür edirik Rasim müəllim. Ətraflı və çox maraqlı müsahibə üçün hörmətli tamaşaçılar, bir daha diqqətinizə çatdırırıq ki, studiyamızın qonağı İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev idi. Biz onunla bir çox önəmli məqamlar, həmçinin süni intellektlə bağlı olan məsələlər ətrafında faydalı müzakirələr apardıq. Təşəkkür edirik.